Kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, asanlıqla tez bir zamanda hazırlaya biləcəyiniz 3 bucaq, yəni boğça şirniyyatı hazırlayacağım. İçərisini qozlu edəcəm. Mütləq siz də hazırlayın. Ən az paxlava, şəkər bura qədər dadlı alınır. Ancaq tez bir zamanda ərsəyə gəlir. Bu gördüğünüz ərzaqlarla hazırlayacağım. İndi isə hazırlaya qədərini sizlər üçün qeyd edəcəm. Mütləq siz də hazırlayın. Gəlin vaxt ötürmədən başlayaq. 530 qram un götürmüşəm. İçərisinə azacıq duz əlavə edirəm. Üzərindən şəkər tozunu əlavə edirəm. Burada bir xörək qaşığı şəkər tozu var. Vanilin əlavə edirəm. Bir paket vanilindən istifadə edirəm. Və üzərinə otaq temperaturunda olan kərə yağını əlavə edirəm və yaxud da margarin, fərqi yoxdur, hansından istəsəniz istifadə edə bilərsiniz. Əlavə edirəm və ürü hazırlayıram. Baxın, gördüyünüz kimi bu formada ürü hazırladım. Sıxdığımız zaman un toparlanmalıdır. Belə olduğu zaman ürümüz hazırdır. Və üzərinə digər ərzaqlarımızı əlavə edib xəmir yoğururam. Burada 2 yumurtanın həm ağı, həm sarısı var. Biz sadəcə xəmir üçün 2 sarısından istifadə edəcəyik. İçli üçün də ağından istifadə edəcəyik. 200 qram xama və qabartma tozu. Yarım paket qabartma tozu əlavə edirik. Əvvəlcə qabartma tozunu xamanın içərisinə bu cür həll edirik. Daha sonra qarışdırırıq, xəmiri yoğururuq. Xəmirimiz artıq hazırdır. Baxın, bu cür yumuşaqlıqda xəmir oldu. İndi isə üzərini streçləyirəm və qoyuram soyuducuda hardasa yarım saata yaxın qalsın. Xəmiri soyuducuda dincəlsin. Mən isə içlik hazırlayıram. Qozlu içlik hazırlayacağım. Əslində öncədən hazırlamışam. Qabın içərisinə qoz, ləpəsi və şəkər tozu qarışığı əlavə edirəm. Adi necə şəkər bura paxlavaya istifadə etdiyimiz qoz və şəkər tozudur. Hardasa 500 qrama 600 qram qoz ləpəsi, yəni 500 qram şəkərə 600 qram qoz ləpəsi əlavə etmişəm və 2 ədəd yumurtanı əlavə edirəm. Əgər əlavə qalsa, yəni artıq qalsa, bu zaman soyuducunun dondurucu gözündə uzun müddət siz bu qarışımı saxlaya bilərsiniz. İçlik hazırdır, bu formada olmalıdır, baxın. Və indi isə soyuducuya qoydum, xəmiri çıxartdım soyuducudan. Azacıq un əlavə edirəm dəzgahın üzərinə. Üzərinə əlavə edirəm yoğurduğum xəmiri və kündələrə ayırıram. Yaydığınız böyüklükdən asılı olaraq 6, 4, 5 kündəyə ayıra bilərsiniz. Mən 6 kündəyə ayıracağım. Çəkəcəm ki, eyni miqdarda olsun qramı. %75 qram olmaqla 5 kündəyə, daha doğrusu 6 kündəyə ayırdım. İndi isə kündə formasını verirəm hər birinə. Gəldim, qabın içərisinə azacıq un əlavə edirəm və kündələri qabın içərisinə yerləşdirirəm. 5 dəqiqədə bu cür saxlayıram. Daha sonra keçirəm kündələrin yayılmasına. Əlbəttə ki, üzərini bağlayırıq. Keçirəm kündələrin yayılmasına. Altına azacıq un səpirəm. Xlor vasitəsilə yaya bildiyim qədər yayıram. Yaydığın gördüğümüz formada 300 bucaqlı formasında yaymışam ki belə kəsmək yəni rahat olsun və eyni zamanda çox qalın olmaması üçün xəmirin bunu edirəm. Bacardığımız qədər eyni ölçüdə kəsirik. Xəmir kəsəndən də bunu edə bilərsiniz. Mən küt bıçaqla edirəm. Belə daha rahat olduğu üçün mən belə edirəm. Bu xəmirdən 2 cür şirniyyat hazırlayacağım. Yəni 2 formada şirniyyat hazırlayacağım. Kənarlarını kəsirəm, digər xəmirə əlavə edəcəm. Belə kəsdim. İndi isə içlikdən əlavə edirəm. 1 çay qaşığı, dolu bir çay qaşığı əlavə edirik. Çox əlavə etmirik ki, çıxmasın xəmirdən. Az əlavə etmirik ki, içi boş olmasın. İndi isə bükürəm. Necə bükürəm sizlərə göstərirəm. 3 günc formada xəmiri rahatlıqla
bükürük və forma veririk. Bu hissəsini belə qatlaya da bilərik. Əgər artıq qalıbsa, kəsə də bilərik. Mən qatladım və belə bu cür kənarlarına 3 bucaq şəklində forma veririk. Eyni qaydada digərlərini də bükürük. Bir kündəni hazırladım, yığıram soba listinə. Keçirəm ikinci kündənin hazırlanmasına. İkincini də yaydım, keçirəm bükülməsinə. İkincini bükürəm, soba listinə yığıram. Bir list düzdüm, üzərini yumurta və qoz boyası ilə rəngləyirəm. İstəyə görə tək yumurta da vura bilərsiniz. Mən qoz boyasını çox sevdiyim üçün belə şirniyyatlarda bundan çəkirəm üzərinə. Biraz su, azıcık yəni rəngi həll etməkdən üçün sudan istifadə etdim. 2 ədəd yumurta sarısı və üzərinə biraz yağ əlavə edirəm. Qarışdırıram və üzərinə çəkirəm. Üzərindən də zövqə görə qoz və yaxud da küncüt, xaş-xaş, yəni çörək otu ilə də bəzəyə bilərsiniz. Verirəm sobaya 170-180 dərəcədə bişməyə. Keçirəm ikinci forma hazırlanmasına. Belə yumru formada açdım yuxanı. Kəsirəm. Forma verirəm və bükürəm. Budur, boğçalarımız hazırdır. Çox dadlı pambıq kimi şirniyyatımız alındı. Mütləq siz də bu resepti sınayın. Əminəm ki, mənə təşəkkür edəcəksiniz. İçlikləri eyni formada hazırladım. İstəyə görə kəsmikli və yaxud da limonlu içlikdən də istifadə edərək çox dadlı, ləzzətli şirniyyat hazırlaya bilərsiniz. Sizlər üçün için bölürəm, paylaşıram. Baxın. Pambıq kimidir üstü, içi də görün necə möhtəşəmdir. Mütləq hazırlayın. Yumuşaqlığa baxın. İsti. Çox dadlıdır, mütləq siz də bişirin.